Bura Böyükşor Pirşağı avtomobil yoludur. Son illərdə istifadəyə verilən bu yoldan Bakının bəzi kənd və qəsəbələrə gedən əksər sürücülər istifadə edirlər. Amma qaynaq xəttimizə bir sürücünün göndərdiyi video görüntü var. Deməli, sürücünün iddiası belədir ki, radara qalmış təxminən 200 metrə qədər işıqlar yanır. Amma bu hissədə radara yaxınlaşanda işıq dirəklərində işıqlar sönüb və sürücü iddia edir ki, bu formada olmasının, işıqların radara qalmış sönməsinin öz səbəbləri var. Bəli, yolun bu hissəsində vəziyyət sürücünün dediyi kimi oldu. Radarın ətrafında işıq yanmır. Bəs digər tərəfdə vəziyyət necədir? Ona görə də avtomobillə hərəkət edək, gedək və öz gözlərimizlə vəziyyəti müşahidə edək. Bəli, Böyükşor Pirşağı avtomobil yolunda daha bir radar və radar ətrafında işıqlar yanmır. Hansı ki, biraz irəlidə işıqlar yanırdı. Böyükşor Pirşağı avtomobil yolu üzrə işıqlandırmada müəyyən hissələrdə texniki nasazlıq baş verib. Hal-hazırda həmin nasazlığın aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Yaxın müddət ərzində bu işlər tam olaraq yekunlaşdıqdan sonra yol boyu işıqlandırma tam təmin olunacaq.